Bizdə xəstəxanaya gəlmiş ki, mənim qardaşım, xəstəni adyalın arasına atırlar, 4 dənə kişi qışqıra götürür, qaçır, arvadlar da, qadınlar arxasında sifətini cırır ki, qoymayın öldü. Sonra da başlayır həkim söyləmək ki, həkim səhv elədi, bacarışı yoxdur, savadı yox idi. Siz də Avropadakı kimi, İsraildə kimi vaxtında gəlin müraciət edin, görün nə qədər bizdə sağalma faizi yüksələcək. Siz benim neler çektiğimi nereden bileceksiniz? Həkimlərin səhv etmək ixtiyarı varmı sizcə? Səhv edən həkimi linç et mədəniyyəti sizcə bizi hara aparır? Belə deyim də, belə bir deyim var ki, səhv eləməmək hüququ yalnız Allaha məxsusdur. Yalnız Allah yaratdığın səhvsiz yaradır. Hətta Peyğəmbər də deyirlər, səhv eləyib və onu səhv eləməyə də günah deyil. Məsələnin ikinci bir tərəfi, səhv nəyin səhvi ola bilər? Təcrübəsizliyin mi səhvidir, yaxud da ki, həkimin səhlənkar, soyuq yanaşmağının səhvidir. Əgər həkim xəstəyə gözcü baxıb, soyuq yanaşıb səhv edirsə, bu bağışlanmazdır. Yox, əgər diaqnoz qoymaq, yaxud da ki, deyək ki, əməliyyat çətin bir prosesdir, diaqnoz qoymaq çətindirsə, ilkin olaraq səhv buraxmısansa, yəni sən bacardığın bütün o bilik bacardığını qoymuşsan ortalığa, kollegalarına məsləhətləşirsən, mürəkkəb bir haldır. Diaqnoz qoymaq çətinlik törədirsə, səhv diaqnoz qoymuşsansa, bu bağışlanması bir şeydir. Yəni ona görə adamı həkimi belə deyək də, asmaq, kəsmək olmaz. Müqayisə aparaq. Deyək ki, maşını gətirmişsən ustanın yanına, elə saxlayan ki, usta deyək, saxla qardaş, bir dəqiqə kapotu qaldı yuxarı, orada karburatorda nəysə bir şey var, sənin maşın ona görə səs eləyir, paçenli xarab olub. Bir də görürsən, adi bir şeydir, maşın yolda qoyur səni, bəlkə şəhərin demək olar ki, ustalarının yarısını gəzdirirsən, son anda məlum olur ki, xırda bir detal xarab olub. Yəni, bu hələ texnikadır, insanın özünü yaratdığı texnikadır. İnsan orqanizmin, yalnız həkim olub təsvir edilmək olur ki, insan orqanizmi nə deməkdir, canlı orqanizmi nədir? Bu canlı orqanizmdə bəzən bir hüceyrənin, bir hüceyrələr qrupunun fəaliyyətinin pozulması böyük bir fəsada gətirir çıxardır. Məsələn, məadaltı vəzin langiraz hüceyrələrinin funksiyasının pozulması şəkər xəstəliyini gətirir çıxardır. İnsulin ifraz edilmiş xəstə şəkərə gətirir çıxardır. Yəni, bu hüceyrə səviyyəsində bəzən patologiyanı tapmaq lazım gəlir. Yəni, o nöqteyi nəzərdən, yəni, həkimin, heç bir həkim deyə bilməz ki, səhv eləməyib. Amma səhvin də dərəcəsi var. Yeni deyirəm, o səhv səhlənkarlığın nəticəsində də bağışlanmazdır. Yox, səhv belə deyək də, patologiya ağırdır. Ola bilər həkimin təcrübəsi o dərəcədə deyil. Olub, mənim də praktikamda bəzən səhv buraxmışam, amma məndə həmişə bir şey olub. Bir çətin bir şey olunur, mütləq. Ya kiməsə zəng eləmişəm, xəstəni yola salınandan sonra ki, belə bir xəstə gördüm, yanında adam yoxdursa da, deyək ki, cavan vaxtı xüsusilə zəng eləyirdim öz müəllimlərimə, professorlarıma ki, belə bir xəstə gəlmişdi. Mən bunun bu əlamətlərinə görə filan diaqnoz qoydum, o şübhəli qaldım. Bəzi hallarda təsdiq edirlər ki, düz diaqnoz qoymuşam, bəzən deyirlər ki, yox. Mən təzədən xəstəyə əlaqə saxlamışam, bir də onun müayinələrdən keçirmişəm, bəzən yanında zəng eləmişəm, bu ayıb deyil. Bəzən kollegalar dəvət eləmişəm ki, yaxın olanda ki, bəlkə məsləhətli bir iş görək, burada bir çətin problem var, biz bunu nə tərəfdən qaldıra bilərik? Əgər kollegial müraciətdən də sonra yenə də hansısa bir səhv ortalığa çıxıb ki, buna tamamilə düzgün diaqnoz qoyulmayıb, onda yenə də həkimi qınamaq mümkün deyil. Demək, burada nəysə, belə deyək də, hələ də araşdırılması, sona çatdırılmayan elmi bir problem var. Bəs nəyə görə elm daimi olaraq yavaş-yavaş inkişaf eləyir? Elmi tədqiqat işləri nəyə görədir? Əgər hər şey sona çatıbsa, onda elmi tədqiqat işləri dayansın. Bugün deyirik, texnologiya yüksək səviyyədə, amma bu dəqiqə milyonlarla insan o texnologiyanın üstündə işləyir. Və hər anda yeni texnoloji proseslər meydana çıxır. Bir şey də yadımdakən deyim, bir müqayisə aparım. Bugün, əgər biz 60-70 il buna qabaq deyirdik ki, tibb 40-50-dən bir dəyişir. Deyək ki, 80-90-cı illərdə deyirdik ki, tibb 20-30 ildən bir dəyişir. Bugün artıq elə səviyyə çatmışıq ki, tibb 6 ayda bir dəyişir. Mən həmişə tibbin inkişaf sürətinin, mobil texnologiyanın inkişaf sürəti ilə müqayisə edirəm ki, biz keçən illərsə aldığımız telefon bu illərsə artıq fiziki, mənəvi olaraq köhnə sayılır. Yəni, o qədər yenilər çıxır ortalığa ki, yəni tibb də elədir. Ötən il biz xəstəliyi müalicə edildiyimiz metod bu il olaraq köhnəlmiş metod sayılsın. Ona görə də həkim daimi olaraq daimi gündəlik vaxtı olduqsa yenilərə məşğul olmalıdır ki, o dediyimiz səhvləri buraxmaz. Amma bu səhvlər həmişə olub, olacaq dediyim kimi. Həkimin səhv eləmək ixtiyarı var. Nə mənada? Yəni ki, o bütün bilik bacarığını qoyaraq ola bilər ki, diaqnozu hansısa bir dərəcədə səhv qoyub. O həkimi, belə deyək də, asmaq, kəsmək olmaz.
Çox təəssüf ki, normal sivilizasiya ölkələrdə həkimin səhvini normal qarşılayırlar. Yəni, başa düşürlər ki, həkim də insandır, qarşısındakı da insandır, baxmayaraq ki, hər şey eləyiblər, səhv diaqnoz qoyublar. Baxmayaraq ki, o səhv bəzən ölümə də səbəb olsa. Amma Azərbaycanda bir dənə səhvə görə az qalırlar, həkimin sözünün həqqi mənasında daşqalaq eləyərlər də, belə deyək o bizim dədəbaba sözü ilə. Bu çox pis bir tendensiyadır, çox pis bir haldır. Yəni, yerindən duran o dəqiqə sosial şəbəkəni açırsan, hansısa bir yerdə bir ağırlaşma olubsa yazılar ki, Azərbaycanda həkim yoxdur. Azərbaycandakı həkimlər hamısı vəhşidir, Azərbaycandakı həkimlər nə bilim, biri yazmışdı oradakı qoyundular, belə qoyunu özümü müalicə etdirmərəm. Təbiidir ki, əgər o adama baytar lazımdırsa, geçsin baytarı özü müalicə etdirsin. Azərbaycandakı həkimi müalicə etdirmirsə, özünü onu heç kəs məcburi müalicə eləmir. Amma sual verən gərək ki, axı getdiyin o ölkədə səni şikəst ediblərsə, niyə onda oradakilərə qoyun demirsən? Yəni, biz o məsələdə çox pis bir durumdayıq və inanmıram da ki, bu yaxın gələcəkdə bu məsələlər normal axara düşər. Əgər bir ölkədə ki, Bill Gatesin, Zuckerbergin yaratdığı şəbəkədə oturan insanlar Covid vaxtı Bill Gatesi müzakirəyə çıxardırdılar ki, Covid o yaradıb, nə bilim o insanları istidarə eləyək, yaxud da ki, Zuckerbergin yaratdığı Facebook şəbəkəsində onun belə deyək də müzakirəyə çıxardırlarsa, onda burada hansısa bir kompleks var bu insanlarda. Sən dünyanın, belə deyək də, məhvərin dəyişə bilən kəşflərə imza atan insanı, sən hansı öz səviyyəyə bax görsən, onun necə müzakirə edə bilərsən? Onun ağlına, sənin ağlın çatırmı? Onun yaratdığı sistem, Windows sistemi, yəni son 40 ildə bütün dünyanın tamamilə dəyişib. İnkişaf gör, hansı sürətə gəlib çatıb? Sən onu müzakirə edən adamlar bu günlər təbiidir ki, bir dənə səhvə görə həkimi əlində alırsa güllələyərdə, amma soruşmaz ki, həkim hansı səbəbdən səhvə yol verir? Yaxud da ki, bir şey də deyim, çox vaxtı biz həkim səhvə adlandırdığımız şey fəsadın ağır olmasından yaranır. Həkim öz işini görür, amma deyil, həkim səhv edib. Amma gəlib incəliyin soruşmur ki, bu xəstədə baş verən fəsad nə idi? Xəstə vaxtında gəlibmi? Xəstə gec gəldiyinə görə bizdə o problemlər çıxır. Deyirik ki, İsraildə xəstələrin əksəriyyətən, xüsusilə onkoloji xəstələrin çoxun müalicə edirlər. Biz niyə? Vaxtı-vaxtında müraciət var. Vaxtı-vaxtında gedirlər, profilaktik tədbirlər aparırlar. Həkim də xəstəliyi, rakı vaxtında aşkar elədiyinə görə müalicə edə bilir. Bizdə xəstəxanaya gəlmək ki, mənim qardaşım, xəstəni adyalın arasına atırlar, 4 dənə kişi qışqıra götürür, qaçır, arvadlar da, qadınlar da arxasında sifətini cırır ki, qoymayın öldü. Sonra da başlayır həkim söyləmək ki, həkim səhv elədi, bacarışı yoxdur, savadı yox idi. Siz də Avropadakı kimi, İsraildəki kimi vaxtında gəlin müraciət edin, görün nə qədər bizdə sağalma faizi yüksələcək. Siz benim nasıl yandığımı nereden bileceksiniz?